Uzun illərdir diqqətimi toplamaqda çətinlik çəkirəm və başladığım işlərdə yarımçıq qoymaqda demək olar ki, ustayam. Son 2 ildə isə bu məni daha çox narahat etdi və səbəbini axtarırdım ki, niyə beləyəm? İllərdir özümdə axtardığım cavabın bir psixoloji simptom sayəsində fərqinə vardım və psixiatra müraciət etdim. Düzdür, hamiləlik dövründə diqqət əksikliyinin olmağı normaldır, amma məndə bu uzun müddət olduğuna görə məni narahat edirdi. Və bu yaxınlarda bir video qabağıma çıxdı. Orada DHP-in simptomları haqqında danışırdılar. Və demək olar ki, çoxsu mənə aid idi. İlk olaraq bunu deyim ki, DHP diqqət əksikliyi, hiperaktivlik pozuntusudur. Özümdə bundan şübhələndiyimə görə psixiatra müraciət etdim ki, əsas diaqnozu təbii ki, psixiatr qoya bilər və psixiatr da bildirdi ki, yüngül DHP var məndə. Bunu biləndə çox pis oldum, hətta ağladım. Çünki illərdir özümü tənbəl adlandırıram, bacarıqsız adlandırıram, amma başa düşmürdüm ki, DHP-lərin işləmə mexanizması tam fərqlidir. DHP-lər hamı kimi bütün günü aktiv ola bilmirlər, diqqətlərini bir yerə cəmləyə bilmirlər. Bir şeydən çox tez bezə bilirlər. İrəli zamanda DHP-lərin simptomları haqqında video çəkib paylaşacağam. İndi isə özümə uyğun işləmə üsulları axtarıb tapıram, işlərimi kiçik hissələrə bölürəm və DHP mənim üçün artıq məhdudiyyət deyil, fərqli bir işləmək tərzidir deyə bilərəm. Mənə görə əsas odur ki, niyə belə olduğumun cavabını tapa bildim.